Seymur həmişəki kimi sizi gözəl bir məkandan salamlayır. İnanın ki, qəşəng bir yerdə dörd tərəf qamışın əhatəsində sakit bir yerdə qırmaq atıram. İnanın ki, adamın ruhu dincəlir. Sakitlikdən. Təbiət də göz qaydasında oxuyur. Dedim bir balaca çəkim sizə məlumat verim ki, İnşallah qismət olur siz də gələrsiniz boş vaxtlarınızda. Belə qəşəng yerdə dincələrsiniz. Seymur həmişə kimi axtarışdadır. İlin 12 ayı. Balıq da göz qabağındadır. Balıq da buradadır. Qəşəng çəkidir. Kilo yarımlıq. Karp da var. İnandırım sizi ki, bu çəkini qırmağla çıxarmağın özünün ləzzəti ancaq onu tutanlar bilər. İnşallah siz də gəlin bu çəkidən tutun, kilo yarımlıq çəkilərdən. Çəkməkdə məqsədim sizi həvəsə gətirməkdir. Bir də ki söz vermişəm ki, ilin 12 ayı salamatçılıq olsun. Sizi çəkib təbiətdən zövq alın. Danlı işidə inşallah əlaqə saxlayarıq. Gözəlliyə baxın, özünüzə görün nə qəşəng. Allahın yaratdığı təbiət. Yaxşı, hələlik dostlar. Əlaqə saxlayarıq inşallah.